10 may 2006-cı il Dövlət İmtahan Mərkəzinin keçirdiyi blok sınağının gəlin ədəbiyyat suallarının izahına baxaq. Azərbaycan dili suallarının izahı kanalımızda yerləşdirilibdir. Girib izləyə bilərsiniz. Baxaq ədəbiyyat suallarının izahına. Görək necə suallar düşüb. Şah İsmail Xətainin yaradıcılığı ilə bağlı uyğunluğu müəyyən edin. Dəhnamə və nəsihətnamə əsərləri verilibdir. Kainatda olanların hamısını Allah yaratmışdır və bütün bunlar ona məxsusdur. Bu Şah İsmail Xətainin əsərində deməli nəsihətnamə əsərinə aiddir. 2-yə yazdıq A. Sevənlərə axıra qədər dözümlü olmağa çağırış var. Bu dəhnaməyə aiddir. 1-ə B. Sonra İnsanlara, xüsusən gənclərə, yaşlılara hörmət etmək, könül yıxmamaq, xalqına sədaqətli olmaq tövsiyə edilir nəsihətnamədə hökmdar. Əsərdə tərənnüm olunan eşqi bir mənalı qiymətləndirmək mümkün deyil. Həm real, həm ilahi eşqin təzahürləri var dəhnamədə. Məhəbbət və dövləti idarə etmə məsələləri vəhdətdə verilir. Bu, nizami yaradıcılığına aiddir, Xətaiyə aid deyil. 1BD, 2AC. 1BD, 2AC olur C variantı. Sonra İkinci sual. Hansı nümunələrdə təşbeh işlədilmişdir? Məcnun kimi viranələr küncündə sərgərdan səhrayı gələndər mənəm. Məcnun kimi deyir, bənzədir. Bu. Sonra yenə qılıncını çəkdi üstümə, qurbanı olduğum o ala gözlər. Ala gözlərin üstümə qılınc çəkməsi. Burada daha çox metafor var. Qul ələsgər, işim müşküldür, müşkül. Təşbeh yoxdur. Özüm bir tülək tərlansan, niyə uydun Sara Ceyran? Görsün, Ceyranı tərlana bənzədir. Deməli, bənzətmə var burada. Təşbeh var. Xalların dürdü, gövhərdir, sərrafiyam, tanıram mən. Xalı nəyə bənzədir? Gövhərə, dürə bənzədir. Yəni, qiymətli bir daşa, inciyə bənzədir. Ona görə 1, 4, 5 təşbeh işləmiş nümunə cavab olur A variantı. Sonra səsli qız əsəri ilə bağlı cədvəldəki uyğun fikirləri istəyir bizdən. Doğrudur da, aylarla davam edən mühasirə ölkənin işğal olunması ilə nəticələnir. Bəli, 6 aydan çox sürən mühasirədə. Bir düzdür. Ölkənin müqavimət göstərmədən təslim olması müəllifin təəssüfünə səbəb olur. Ölkədə aşağı təbəqənin nümayəndələri, hansı ki Arqon, ölkədə yuxarı təbəqədən başqa olan digər aşağı təbəqənin hamısı müqavimət göstərir. Hətta orada göstərir necə insanlar, məsələn, orijinalında da var ki, qanlar tökülüb, başlar kəsilib. Deməli, müqavimət göstərilmə var. Bu səhv fikirdir. Ölkə sakinlərinin ölənlər üçün yas saxlamaması Saranı hiddətləndirir. Belə bir şey yox idi əsərdə. Sadəcə orada var ki, gülmək zaten yox idi, ağlamaq oldu yasaq. Amma bu Sara ilə bağlı bir hiddətə səbəb olub deyə bir şey yoxdur. Yanlışda baxaq, məğlub şahın göstərişi ilə ölkə sakinləri qalib hökmdarın gəlişini bayram kimi qeyd edir. Məğlub şahın göstərişi ilə yox, qalib şahın adamları tərəfindən. 1, 4 yanlış fikir olduğuna görə götürürük. Qalib hökmdar məğlub şahın var dövlətini əlindən alsa da onu öldürmür. Bəli, malın mülkün bizimdir, amanda ancaq canın deyir. Yəni canın amandadır, amma sənin malın mülkün bizimdir. Bu doğru fikirdir, burada yazılmalı deyil. Yəni 5 burada yazılmalıydı. 6. Sara nişanlısı Arqunun vəsiyyətinə əməl edərək qalib şahı zəhərləyərək öldürür. Ümumiyyətlə Sara Arqunu ölərkən görməmişdi. Heç bir vəsiyyəti yoxdur. Ona görə 6 da səhv fikirdir. Cavab olur 1, 4, 6. Sonra Molla Pənah Vaqif hayf ki yoxdur şeiri ilə bağlı yanlış fikri istəyir bizdən. Hayf ki yoxdur şeiri ilə bağlı yanlış fikir. Əksər bəndlərdə şairin xoş təəssüratını acı təəssüf tamamlayır. Elə təzad da buradan qaynaqlanır ki, sadalayır. Məsələn, Kür Qırabın əcəb seyrəngahı var, yaşılbaş sonası hayfçı yoxdur. Nə bilim, gözəlləri var, amma bəzəyi libası hayfçı yoxdur. Düzdür bu, A variantı doğrudur. Kür Qırağının bənzərsiz təbiətinə, onun qız gəlinlərinin təbii gözəlliyinə olan vurğunluq əksini tapıb doğrudur bu, düz fikirdir. İbrahim xana Kür Qırağından ayrılmamaq məsləhət görülür. Ümumiyyətlə C variantı. Əsərdə bilirik ki, İbrahim xanın adı çəkilmir, onunla bağlı bir əhvalat verilmir əsərin içərisində. Ona görə C yanlışdır.
Şeirdə xalq ruhu duyulur, misralardakı axıcılıq əsərin bədii dəyərini artırır, düzdür. Ümumiyyətlə Vaqif yaradıcılığında, xüsusən şifahi xalq ədəbi, daha doğrusu heca vəznində yazılan nümunələrdə Vaqif yaradıcılığına aid ümumi fikirdir D variantı. Pəridə də var, hayf ki yoxdur da var. Durnalar var, durnalarda da var. İctimai lirika nümunəsidir, doğrudur. Doğru cavab variantımız, yəni səhv fikrimiz olur C. İbrahim xanla bağlı olan variant. Sonra gəldik 65-ə. Deməli, Səməd Vurğunun Vaqif pyesi ilə bağlı, Vaqif obrazı ilə bağlı yanlış fikir. Vaqif pyesində Vaqif obrazı ilə bağlı yanlış fikir istəyir bizdən. İbrahim xanı zalımlıqda, xalqla ədalətsiz rəftar etməkdə günahlandırır. Üçüncü şəkildə var bu. İbrahim xan orada yuxu görməsi var. Sonra İbrahim xan bu siyasi yürüşlər olsun, öz xalqın etirazları olsun. Bundan Vaqiflə məsləhətləşəndə Vaqif onu ittiham eləyir ki, və sən zalımsan, xalqla ədalətsiz rəftar edirsən. Bu düz fikirdir. Bu düz olduğuna görə bunu çıxırıq. Xuramanın xəyanəti onu sarsıtsa da Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Bu doğru fikirdir. Əli bəy Xuramanı vurmaq istəyəndə qoymur, cəzalandırmaq istəyəndə qoymur. Deməli, Gülnar gəlib orada deyəndə ki, bəs qarı ilə şeyx gəlmişdi, Xuramana bu təklif verdilər, Xuraman da razı oldu. Düz fikirdir bu. Qacarla görüşəndə onun məthiyə yazmaq təklifini qəbul etmir. Qacar ondan məthiyə yazmağı istəməmişdi. Yəni, məthiyə nə deməkdir? Hökümdarın tərifini yazmasını istəməmişdi. Qacar demişdi ki, sən fars dilində yaz. Fars dilində yazıb yarat. Deyir, sarayda yaşayarsan bundan sonra, amma fars dilində yazıb yaradarsan. Bunu qəbul eləmir. 3 səhvdir. Qacarın törətdiyi vəhşiliklərə etirazını bildirmək üçün onun qurduğu məclisə gəlir. Belə bir şey yoxdur. Qacar özü çağırtdırır onu. 4-də səhvdir. İbrahim xanla münaqişəsinin əsasında onların xalqa fərqli münasibəti durur. Bəli, Vaqif xalqın yanındaydı. İbrahim xan isə xalqa əks mövqedə idi. Xarakterinin açılmasında Xuraman obrazında rolu vardır. Ümumiyyətlə, Vaqifin xarakterinin açılmasında Xuramanla olan diyaloqlar əsas rol oynayır. Cavab olur 3 və 4. Yəni səhv fikirlər 3-4-dür. Nürəddin əsəri ilə bağlı bizdən uyğunluğu istəyir. İmamverdi baba ilə Tanrıqulu obrazlarının müqayisəsi. Baxaq. İmamverdi baba deyir, övladını təhsilli görmək istəyirdi. Bu əsərdə var, Tanrıqulu Əmiraslanı birinci Molla yanına göndərir, sonra tövsiyə ilə şkolaya göndərir. Deməli, Tanrıquluya aid etmək olar. 2-yə yazdıq A. Övladının evlilik istəyinə qarşı çıxan İmamverdi baba idi Əmiraslanla evlənməsinə. Rəhimlə eyni şəhərdə yaşayır heç biri. Çünki bunlar kənddə yaşayırdılar. Rəhim yox. Yazınızdadırsa, deməli orada Nürəddin Cənnətəldən istəyəndə ki, məni apar Baharın yanına, sənə nə istəsən verər. Orada dilənçi deyir ki, Cənnətəli, sizin şəhər deyir, buradan xeyli uzaqdadır. Orada da gedəndə, məsələn, faytonla, Rəhimin faytonuna gəlir Nürəddini, deməli, yaralayır. Bax, o hissədə bilir ki, xeyli uzaqdadır, eyni şəhərdə deyirlər. Deməli, C variantı ümumiyyətlə yanlışdır. Övladının evləndiyinin şahidi olur, İmamverdi babaya aiddir. Övladını ərköyün böyüdən kim idi? Tanrıqulu, yəni Əmiraslanı. Bir B-də 2A, Y olur, A variantı. Sonra, baxaq 67. Hansı rəqəmlərin yeri dəyişilsə, Axundzadənin aldanmış Kəvakib əsərindən verilən hadisələrin ardıcıllığı bərpa edilər. Yusif Şah hakimiyyətə gəlməyinin səbəbini Xacə Mübarəkdən öyrənir. Saray adamları Yusif Şahı sarayla tanış etməyə başlayırlar. Yusif Şah Əsəd bəyə bir sıra saray xadimlərini zindana salınması ilə bağlı tapşırıq verir. Yusif Şah dostlarını saraya çağırtırır və onlara vəzifələr verir. Yusif Şah vilayətlərə inanmış baxıcılar təyin edir. Deməli, burada Yusif Şah hakimiyyətə gəlməyinin səbəbini Xacə Mübarəkdən öyrənir. Bu, gətirəndə Mollabaşı idi, orada Sərdar zaman idi. Bunun qolundan tuturlar, gətirirlər, bəs səltənət taxtının üstündə oturdurlar və xidmətçilər çöldə gözləyəndə, şahın xidmətində gözləyəndə Yusif Şah Xacə Mübarəyi yanına çağırır. Bilirsiniz ki, Xacə Mübarək də saf, sadiq adam idi. Ona görə əvvəldən axıra qədər Yusif Şaha hər şeyi danışır. Bu bir, bu düzdür, yerində işlənibdir. Sonra nə edir? Hər şey danışandan sonra deyir, orada Yusif Şah da deyir, ağıllı adam idi və Əsəd bəyi yanına çağırır ki, 12 fərraş da götürərsən, gedərsən Axund Səmədi, Sərdar zamanı, Mirzə Möhsünü, Mirzə Yəhyayı, sonra Sədrəddini, Mövlana Cəmaləddini Əç qalasında zindana saldırarsan. Deməli, 1, 3, ardıcılıq belə gələcək. Sonra
Bunları zindana saldırıb nəticəsini mənə deyərsən. Daha sonra Yusif Şahı başlayırlar sarayla tanış etməyə, sarayla tanış eləyirlər və zinət otağının qapısını açırlar orada. Zinət otağının qapısını açanda da o övladlarına, nə bilim, qızıl paltar göndərir və s. Sonra ondan sonra bax birinci demişdik övladları, sonra dostları. Yusif Şah dostlarını yanına çağırtdırır. Hansı ki Molla Ramazan, Qurban, Zəki, Mirzə Cəlil, bax bunları. Bir də bunları çağırtdırandan sonra Yusif Şah növbəti hökmü nə olur? Hər vilayətə inanmış baxıcılar təyin edir. Bu da oldu 5. 1, 3, 2, 4, 5. Deməli 2 ilə 3-ün yeri dəyişdirilməlidir. Sonra 68. Qafqaz müsəlmanlarına xitab şeiri ilə bağlı yanlış fikir müəyyən edin. Elmin təhsilin vacibliyi vurğulanır. Bəli, burada cahilliyin səbəbi, deməli, cahilliyi törədən nələrdir? Elmsizlik olduğu vurğulanır. Ona görə də elmin təhsilin vacibliyi vurğulanır. Mədəni geriliyin səbəbinin savadsızlıq, elmsizlik olduğu vurğulanır. Doğrudur. Şəriət məhkəmələrinə başçılıq edən qazılar satira hədəfidir. Ümumiyyətlə Seyid Əzim Şirvaninin Cüş, Qıl və Qafqaz müsəlmanlarına xitab əsərləri düşür ki, ikisi də satira deyil. Bunu yadda saxlayın. C yanlışdır. Şairin maarifçilik görüşlərini əks etdirir. Doğrudur, maarifçi şeirləridir. Məktub müraciət şəklində yazılmışdı. Bəli, hətta dərslikdə də qeyd eləmişik ki, epistolyar üslubda, yəni məktub formasında yazılıbdır. Düzdür, doğru cavab C-dir. Sonra İsmail Şıxlının Namərd gülləsi hekayəsində qaldırılmış problem nədir? Namərd gülləsində problem nədir? Namərdin çörəyi də acıdadır. Namərdin çörəyi deyil burada, mərd çörək verir. Yəni Niftalı Koxa. A getdi. Hətta namərd adama da ikinci şans verilə bilər. Belə bir şey yoxdur. Mərdi qova-qova namərd edərlər. Mərd adam dostu tərəfindən öldürürlər. Dostu deyildi orada mürşid. Xeyirxahlıq edən insan namərdliklə özləşir. Problem budur. Bax, problem budur. Bizdən problem deyil. Ki o mənfi bir şey olmalıdır. Xeyirxahlıq edən insan namərdliklə üzləşir mürşid tərəfindən. Mürşid. Bu D variantını götürənlər diqqətli olun ki, mərd adam dostu tərəfindən öldürürlər. Yox, mərd adam mərd tərəfindən öldürürlər. Bu Kərəmdən ölüm anında Kərəmdən yəni gülləni Kərəmin açmasını istəyir ki, onun əli ilə ölsün. Namərdin əli ilə ölmək istəməz. Bu ideyadır. Problem budur. Namərdliklə üzləşməsi. Y variantıdır cavab. Sonra Kitab-ı Dədə Qorqud dastanındakı boylarla bağlı uyğunluğu müəyyən edin. Gəlin baxaq. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, Salur Qazanın evinin yağmalandığı boy. Görək nələr verilib. Düşmən ovda olan Qazan bəy gizlicə ələ keçirməyə çalışır. Ümumiyyətlə, belə bir fakt yox idi. Əsərlərdə Qazan niyə Uruzun dustaq olduğu, nə də Salur Qazanın evinin yağmalandığı boyda. Sadəcə düşmən ovda olduğunu bilib Salur Qazanın evini yağmalamağa gedirlər. Ekspozisiyada Qazan bəyin məşvərət məclisi. Yəni bu İskəndərnamədə var, daha doğrusu məşvərət məclisi ki, yığıb məsləhət almaq, müşavirə keçirmək. Amma Qazan xanın kef məclisi var. Kef məclisi. Ona görə bu səhv fikirdir. Uruz 300 igidlə Qazan bəyin evinin keşiyində durur. Salur Qazanın evinin yağmalanmasında 2-yə C. Ata-övlad münasibətlərinə geniş yer verilir. Uruzun dustaq olduğu boyda 1-ə D. Burla Xatun Qazan bəyin ardınca yola düşür. Uruzun dustaq olduğu boyda 1D-yə 2C. A variantı. Sonra Müsibət Fəxrəddinlə bağlı bizdən yanlış fikirlər istəyir. Mahmud və Şahmar obrazları ki, deməli, Şahmar Fəxrəddinin qardaşı idi, Mahmud da Rüstəmin oğluydu. Nahaq qan tökülməsinə qarşı çıxır Mahmud bəy. Bu doğru fikirdir. Bizdən səhv istəyir. Fəxrəddinin maarifçi arzularını dəstəkləyir. Fəxrəddin maarifçi arzularını dəstəkləyən Səadət idi. Deməli ki, səhvdir. Mülkədar oğludur. Yəni həm Mahmud bəy, həm də Şahmara aiddir bu fikir. Bizdən səhv istəyir. Qan davasının acısını yaşayır. Qan davasının acısını yaşayır. Bu Mələklə Rüstəmə aid fikirdir. Mələk və Rüstəmə aid fikirdir. Və intiqam almaq istəyirlərsə. Amma yadda saxlayın, Şahmar bəy atasını itirmişdi. Mahmud bəy də qardaşını itirmişdi burada. Ona görə də hər ikisi yəni acı çəkirdi zaten. Acısını yaşayırdı. Biri atasını, biri qardaşını itiribdi. Bu ümumiyyətlə
Qan davasının tərəflərindəki obrazların hər birinə aid fikirdir. Ona görə bunu çıxdıq. Mahmuda da, Şahmara da aiddir. Amma qan davasının acısını yaşayıb intiqam almaq istəməsi bu Şahmara, Rüstəmə, Mələyə aid idi. Mahmuda yox. Nadanlıq mühitinin qurbanına çevrilir. Qurbana çevrilən Mahmud bəy olur. Qurban, yəni sonda məhv olur. Məsələn, olur sonra Fəxrəddin, belə, yəni Fəxrəddinin öldürülməsi, Mahmudun öldürülməsi 5 səhv fikirdir. Valideyni ilə həmfikirdir. Şahmar anası Mələ ilə həmfikir idi. Bəli. Cahilliyin, yəni cahil düşünürdü, intiqam almaq istəyirdi. 2-5 D variantıdır cavab. Sonra açıq kitab əsəri ilə bağlı doğru fikirləri istəyir bizdən. Açıq kitabla bağlı doğru fikirlər. Baxaq, Vahidin ətrafdakılara münasibəti, bir də ətrafdakıların Vahidə münasibəti. Gəldiyevin tələbinin düşməni hesab Gəldiyevi tələbənin düşməni, tələb nə idi? Tələbənin düşməni hesab edir. Atası ilə danışığında Vahid bunu dilə gətirir. Bir nəfər var deyir, tələbənin düşməni. Rübabənin Gəldiyevin briqadasında qalmasını istəyir. Belə bir şey yox idi. Komsomol iclaslarında Verdiyevdən narazı olduğunu bildirməsi yoxdur. Komsomol iclaslarında deyildi. Universitetlə bağlı sonda iclas keçiriləndə həqiqətləri açıb deyir. Onun institutdan qovulması xəbəri Rübabəni sarsıdır, doğrudur. 1-4. Vəzirbəyli ona böyük ümid bəsləyirdi, düzdür. Poladov Vahidin müsabiqədə iştirakına etiraz edir, belə bir şey yoxdur. 1-4-5 D variantı. Əkinci əsəri ilə bağlı doğru fikirləri bizdən istəyir. Sabirin əkinci əsəri. Deməli, mülkədar əkincinin borcunu ödəyə bilməməsi ilə bağlı gətirdiyi səbəbləri bəhanə hesab edir. Doğrudur ki, orada mülkədar deyirdi ki, nə bilim, yağış yağmadısa, il xoş keçmədisə, qara yel əsdisə, yəni bundan mənə nə? Bunu bəhanə hesab edirdi, düzdür. Məzlum vəziyyətdə olan kəndlinin nitqində özünü ifadə edə bilməməsi mülkədarın hiddətinə səbəb olur. Ümumiyyətlə, kəndlinin nitqi yoxdur, ki, səhv fikirdir. Kəndlinin məhrumiyyətlə dolu yaşayışı ilə mülkədarın naz-nemət içində olması qarşılaşdırılır. Son bənddə orada deməli mülkədar deyir ki, son və ondan əvvəlki beytdə cütçü babasan, nə bilim buğdanı ver, darı yeyərsən, su olmasa qışda əridib qarı yeyərsən, daşdan yumşaq zəhər nədir, marı yeyərsən, öyrəşməmsən ət, yağa dünyada əkinci, heyvan kimi ömr eləmsən sadə əkinci. Mənim deyir insanlıq olub vəzimədarım, bəyzadəyəm asayişədir cümlə qərarım, meysiz məzəsiz bitməz olur şam naharım. Düzdür bu. 3 düzdür. Mülkədar kəndliyə alçaldıcı münasibət bəsləsə də bəzən onu anlamır və buna etiraf da etmir heç. Kəndli uzun illər mülkədar tərəfindən istismar olunmasına nəhayət etiraz edir. Kəndlinin etirazı yoxdur. Sadəcə kəndli gəlib yalvarır ki, bəs bitmədi də, yəni gözlədiyimiz bu əkin yaxşı olmadı. Bunu demək istəyir. Problemini demək istəyir. 1-3-dür cavab, düzdür. Nağıl qəhrəmanları ilə bağlı ortaq fikirləri müəyyən edin. Ağıllı uşaqda Əhməd, bir də dərzi şagirdi Əhməddə Əhməd obrazı. Baxaq görək qrafikimiz necədir? Qrafik deyil. Sadəcə nə istəyir? Ortaq fikirlər istəyir. Hər iki Əhmədə aid. Hər ikisi fərasətli və iradəli idi, düzdür. Hər ikisi almaların sirrini açır, doğrudur. Bir də zindana salınmış qocaları bəladan qurtaran bu ağıllı uşaqdaydı, getdi. Çətinliyi dəf etmək üçün müdrik insandan məsləhət alır. Bu da ağıllı uşaqdaydı. Hökümdarın qarşısında şərt qoyur. Hər ikisi, dərzi şagirdi Əhməddə Əhməd şərtlər qoyur suallara cavab verməsi müqabilində. Digər Əhməd də ağıllı uşaqda deyir ki, mən meydanda açacağım bu almaların sirrini. Düzdür, 5. İşgəncələrə dözərək məqsədinə nail olur. Bu dərzi şagirdi Əhməddir. 1-2-5 Y variantı. İlyas Əfəndiyevin Xurşidbanı Natəvan piyesi ilə bağlı səhv fikri müəyyən edin. Əsərdə Xurşidbanı Natəvan məclis ünslə bağlı fəaliyyətinə yer verilib əsərin 4-cü şəklində. Əsər Xurşidbanının monoloqu ilə bitir. Bəli, orada Xurşidbanı deməli xalqla bir irəliləyəcəyini və azad Azərbaycan görəcəyini vurğulayır. Bu düzdür. Xurşidbanı Hidayət xan təhdidlərinə baxmayaraq Seyid Hüseyni ərə gedir, düzdür. Knyaz Xasay Xurşidbanı ilə gizli görüşdə ondan nikahlarını təzələməyə xahiş edir. Xurşidbanının yanına gəlib 9-cu şəkildə deməli
Və Xurşidbaniyə deyir ki, mən gizlin gəlmişəm, gəl deyir, qaçaq gedək, nikahımızı təzəliyək və xaricə gedək. Xurşidbani buna razı olmur. Zahir bəy qala rəisindən Xurşidbanını həbs etməyi məsləhət görür. Həbs etmək məsələsi yox idi. Düzdür, satır onun məclisini, amma həbs etmək məsələsi yoxdur. Deməli, A variantı səhvdir. Leyli və Məcnun poemasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Leyli və Məcnun poeması ilə bağlı uyğun fikirləri istəyir. Nə deyir? Baxaq bir dəqiqə. Hə. Məzmunla bağlı doğru fikir, forma ilə bağlı yanlış fikri istəyir bizdən. Məzmunla bağlı doğru, forma ilə bağlı yanlış fikirlər. Əsərdə həyata baxışı, davranışı, əməlləri ilə bir-birindən fərqlənən obrazlar yaradılmışdı. Bu doğru fikirdir. Məsələn, Leylinin həyata baxışı ilə ailəsinin və ya Məcnunun ailəsinin həyata baxışı eyni deyildi. Məcnunun həyata baxışı ilə ətrafındakıların həyata baxışı eyni deyildi. Bir düz fikirdir. Məcnunun ata-anası övladlarının məhəbbətini anlasalar da qəblə adətləri qarşısında acizdirlər, anlamırlar. Səhv fikirdir. Leylinin atası cəmiyyətin davranış normalarına üsyan edən gəncin elçiliyini qəbul etməkdən imtina edir, əksinə elçiliyə gedir. Deməli, forma xüsusiyyətləri ilə bağlı yanlış fikir götürməliyik. Süjetli poema nümunəsidir, bu doğru fikirdir. Geniş epik təsvirlərə yer verildiyi halda lirik ünsürlərdən istifadə edilməmişdir. Yanlışdır, çünki Leylinin Məcnunun dilindən qəzəllər, şeirlər var. Deməli, səhv fikrin biri budur. Bütün hadisələrin təsvirində nəsrdən istifadə edilmişdir. Ümumiyyətlə, poemada nəsr olmur. Nəsr səhvdir, 6. 1, 5 və 6. Poema nəzmlə yazılır. 1, 5, 6, bu da olur C variantı. Sonra Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərində Rüstəm və Mirzə Məhəmmədəli ilə bağlı uyğunluqda yanlış fikir istəyir bizdən, səhv fikir. Rüstəm bəy, bir də Mirzə Məhəmmədəli. Mirzə Məhəmmədəli. Baxaq. Onun nitqi ilə qardaşlarının hansı şəhərdə təhsil aldıqları haqqında məlumat verilir. Bu Rüstəm bəyə aiddir. Bilirsiniz bu hansı motivdədir, hansı hissədədir? Deməli, senzor gedəndən sonra 3-cü pərdədə Rüstəm bəy senzor gedəndən sonra düşünməyə başlayır və orada Rüstəm bəy başlayır ki, bəs indiyə qədər deyir, xalq bir şeyi başa düşmürdü. İndiyə kimi deyir, xalq deyirdi ki, mərhaba deyir Əbdüləzimin övladlarına ki, maşallah biri Peterburqda təhsil alıb, biri İstanbulda, Nəcəf-ül Əşrəfdə, nə bilim deyir, biri də deyir Rusiyada təhsil, yox, biri dedi ki, Peterburqda təhsil alır, biri İstanbulda, biri də Nəcəf-ül Əşrəfdə, bəli. Yəni, üçü də deyir, maşallah oxuyub, alim olublar, amma bundan sonra deyir, ağızda söylənəcək ki, bunların deyir, üçü də bir-bir qardaşlarını işarə eləyir də, bilmirlər ki, nə işlə məşğul olurlar. Onun üçün də bu doğru fikirdir, doğru olduğuna görə götürmürük. Zəhrabəyimi incitdiyi üçün ondan üzr istəyir. Bu ikisinə də aiddir. Rüstəmə də aiddir, Mirzə Məhəmmədəliyə də aiddir. İki ortaq olmalıydı. Onun üçün iki deməli yanlış fikirdir. Yanlış olduğu üçün götürürük. Sonra Zəhrabəymin yalvarışları onu qardaşları ilə mehriban olmağa sövq edir. Bu ikisinə də aid fikirdir, düz fikirdir. Sonra kitablarını toplayaraq evdən getmək fikrinə düşür. Mirzə Məhəmmədəli doğrudur. Cəmiyyət xeyriyyənin icrasında il hesabının təsdiqi məsələsi ilə bağlı çıxışını iclasdaşlar anlamırlar. Ümumiyyətlə il hesabı ilə bağlı çıxış Rüstəmdən sonra Aslan bəy danışır. Aslan, yəni Mirzə Məhəmmədəli deyildi. Onun üçün 2 və 5 olur. 2 və 5 səhv fikir. Sonra Rəsul Rızanın bir çox poemalarını birləşdirən cəhətlər sırasında verilə bilməz. Uşaqlar, bu arada bu tip sınaqlar işləmək istəyirsinizsə, testlər işləmək istəyirsinizsə qəbula qədər bizim dərs qruplarımıza qoşula bilərsiniz. Həm mövzuların konspekt şəklində açıq, aydın izahı bir əsərdə bir cümlə belə ötürülmədən sual-cavabını görəcəksiniz Zoom dərslərində, video izahlarda. Eyni zamanda sınaqlar da işləmiş olacaqsınız. Deməli, Rəsul Rızanın bir çox poemalarını birləşdirən cəhətləri bizdən istəyir və səhv fikri. Bir şey yadda saxlayaq ki, Rəsul Rızanın poemalarında yaradıcı şəxsiyyətlərin ölməz amallarının yaddaşlarda dilçəldilməsi, bir də insana dərin məhəbbət, yaradıcı şəxslərdir. Bax, bunlardan danışır. İnsana dərin məhəbbətlə yaradıcı şəxsiyyətlərin ölməz amallarının yaddaşlarda dilçəldilməsi var. Məsələn, elə Məhəmməd Füzuliyə aid Füzuli poeması var, Nəsimiyə aid Son Gecə poeması var, Sabirə aid Xalq şairi və bizim keçdiyimiz Mikail Müşfiqə aid Qızıl Gül olmayaydı poeması var ki, bu qəbildən olan əsərlərdir.
Otaylı butaylı Azərbaycanın birliyi, azadlığı bu Şəhriyarda var, Rəsul Rzada yoxdur. Məsələn, otaylı butaylı Azərbaycanın birliyi bu Bəxtiyar Vahabzadənin İstiqlalında var. Rəsul Rzada yoxdur. Rəsul Rzanın poemasında Azərbaycanın birliyindən danışmır poemalarında. Ortaq soykökə malik türklərin ulu keçmişinin tarixi, bu da məsələn Bəxtiyar Vahabzadədə var ki, özümüzü kəsən qılınc əsərində falan demək olar. 1-4. Yəni B variantı yanlışdır. 2-3 düzdür, 1-4 səhvdir. Sonra Əqrəb və çanaqlı bağa təmsilindəki əqrəb obrazı ilə bağlı doğru fikirləri göstərin. Əqrəb obrazı ilə bağlı doğru fikirləri göstərin deyir. Pis əməllərinə görə əsərin sonunda peşman olduğunu dilə gətirir. Ümumiyyətlə, sonunda peşmanlıq yoxdur. Bir səhvdir. Dostluğun qədrini bilməyən nankor obrazdır. Bu 2. Çünki çanaqlı bağanı sancır. Xeyirxah və yardıma hazır olan obrazla qarşılaşır. Yəni, çanaqlı bağa ilə düzdür. Ona verilən ağıllı məsləhətə qulaq asmır. Ona məsləhət verilmir. Məsələn, ağacda ağaca məsləhət verilir. Tənbəlliyi və bacarıqsızlığı təcəssüm etdirir. Bu da Kərgədan və Qarışqada Kərgədana aiddir. 2-3-dür cavabdır. Sonra, hansı bənddə verilən əsərlərin sırası aşağıda təqdim edilən dövr ardıcıllığına uyğundur? Baxaq. Orta əsr Azərbaycan ədəbiyyatı. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü. Azərbaycan ədəbiyyatında tənqidi realizm dövrü. Orta əsr Azərbaycan ədəbiyyatı 13-16-cı əsrlərdir. Maarifçi realizm dövrü, yəni Axundzadə, Bakıxanovun dövrü 19-cu əsrdir. Tənqidi realizm, romantizm dövrü də Cəlil Məmmədquluzadə, Sabir, Hüseyn Cavid bu sənətkarların dövrüdür. İskəndərnamə bilirsiniz ki, intibah dövrüdür, getdi. Sonra Dəhnamə olar, Dəhnaməni götürə bilərik. Amma sonda baxın yazıb burada Koroğlu. Koroğlu deyil. Koroğlu biz yeni dövrü keçəndə, yəni yeni dövr Azərbaycan ədəbiyyatının birinci mərhələsinə aiddir bu. Deməli, B variantı da getdi, A da getdi. Müsibətnamə bu yeni dövr Azərbaycan ədəbiyyatının birinci mərhələsidir, Vidadi, birinci mərhələdir, getdi. Sonra Dastan Əhməd Tərami orta dövrdür, düzdür. Rəşid bəy və Saadət xanım, İsmail bəy Qutqaşınlı, maarifçi realizm dövrüdür, 19-cu əsr. Ölülər də 1909, Cəlil Məmmədquluzadənin İş tragikomediyası tənqidi realizm dövrüdür, düzdür. Cavab elə D-dir. Vərqa və Gürşə, hayf ki, yoxdur. Kitab-ı Əskəriyə. Kitab-ı Əskəriyə Bakıxanov, yəni görürsünüz uyğun deyil heç ardıcıllığına. Hayf ki, yoxdur, Vaqifdir. Bunu da götürürük biz. Yeni dövrün birinci mərhələsi, Vərqa və Gürşə də yenə bu da birinci mərhələdir. Bunu da çıxdıq. Doğru cavab D variantı. 81. Məni candan usandırdı. Badi Səba mənim dərdi dilimi əsərləri ilə bağlı, amma səhv fikir istəyir, yanlış fikri istəyir. Baxırıq. Aşiq fikirlərini ardıcıl olaraq sual şəklində ifadə edir. Hər ikisində sual şəklində ifadə edir. Ona görə bir ortaq olmalıdır. Bədii sual. Deməli, bir səhv fikirdir. Sufiyənə məhəbbətin əlamətləri duyulur. Bu məni candan usandırdıya aiddir. Bu düz fikirdir. Düzdür. 2 olmaz variantlarda. Düz fikirləri çıxırıq. Yəni, 2-ləri tez çıxacaq variantlardan. Aşiq, ümidsiz, 3. Şeirdə şairin özünə müraciət olunmasa da müraciət obyekti var. Həm məni candan usandırdı, həm də Badi Səba mənim dərdi dilimdən adları çəkilir. Özlərinə müraciət yoxdur. Məni candan usandırdı da deməli, Həbibim deyə müraciət gedir. Badi Səbada da Badi Səba, Səbaya müraciət var. 3 düz fikir olduğuna görə 3-ü də çıxdıq variantlardan. Avtomatik variantımız çıxır, C variantı. Aşiq ümidsiz deyil, sevdiyindən bir xəbər alacağına inanır. Ona görə də Badi Səbada Səbanın göndərici dedin nə dedi? İnanması bu Badi Səbaya aiddir. Səhv fikirdir. Yəni 4 burada olmalıydı. Səhvdir. 1 səhvdir, bir də 4 səhvdir. Lirik qəhrəman eşq yolunda çəkdiyi dərdini bəzən mübaliğəli ifadə edir. İkisinə də ah nalə masimanə qalxdığın dedin nə dedi? Badi Səbadadır. Mənim canlarımı usandırdı, cəfadan yar usanmazım. Fələklər yandı ahımdan. Bu da mənim canlarımı usandırdı. Ortaq fikir olmalıydı. 5. Səhvdir. Şeirdə aşiqə mane olan bədxax rəqib obrazı heç birində yoxdur. Yəni səhv fikirdir. 1, 4, 5, 6, C. Ana əsərindən verilən nümunə ilə bağlı səhv fikri müəyyən edin. Baxaq.
Ah, demək ki, Qanpoladdan xəbər var. Evet, yarın şübhəsiz gəlir çıxar. Zərər yox. Onu mən sağ qoysam əgər, dünyada yox məndən alçaq bir nəfər. Bir ay pusmaq lazım gəlsə atsuz, bəklərim onu rahatsız, uyğusuz. Bu Orxanla İzzət eşidirlər, orada deyirlər. Orxanın qanlı niyyətinin olduğunu göstərən parçadır, düzdür, bizdən səhv istəyir. Səlimin Qanpoladın gəlişi ilə bağlı Səlmadan müjdə alması səhnəsidir. Yox. Səlma deməli gəlir məktubu oxuyanda İsmətə deyir, məktubu oxutdurub İsmətə deyir, bax o hissədəndir. Onu da Orxanla İzzət eşidir. Deməli 2 səhvdir. 2. Orxanla İzzətin Qanpoladı öldürmək üçün gözlədiyi vaxt olan dialoqdandır. Qanpoladı öldürmək üçün gözləmirlər. Orada Orxan İsməti gözləyirdi. O zaman eşidir. Deməli 3 də səhvdir. Səlimin İsmətdəki xəncərlə bağlı bacısı ilə olan söhbətindən deyil, bu da səhvdir. Deyilən sözlər obrazın inadkarlığını aydın ifadə edir. Bəli, yəni Orxanın yolundan dönməyəcəyini göstərir. Düzdür. 2, 3, 4 səhv fikir. Nizami Gəncəvinin İskəndərnamə əsərinə əsasən yanlış fikirləri müəyyən edin. İskəndərnaməyə aid yanlış fikirləri istəyir bizdən. Daranın 2 sərdarı İskəndərin hüzuruna gələrək qızıl müqabilində Daranı öldürməyi təklif edir. Deməli, bunu təklif eləyirlər. Amma deyirsən də xəzinənin qapısını bizə açacaqsan. Qızıl müqabilində, yəqin ki, xəzinənin qapısını açmaq qızıl müqabilində bu düz fikirdir. Düz olduğuna görə bunu çıxdıq. Olmaz bu. Sonra İskəndər Çəyanlardan atasının qisasını almaq üçün Daranın ordusuna döyüşür. Yox, əksinə Çəyan nəslinə hörmət eləyirdi. Hətta Dara ilə döyüşməyə belə ürəklə istəmir. Dara Misirlərə qalib gələn İskəndərdən intiqam almaq üçün onun üzərinə qoşun çəkir. Misirlərə yox, zəncilərə qalib gələn. 3 də səhvdir. Dara ilə İskəndərin ordusu qarşılaşanda heç bir tərəf sülh haqqında düşünmür. Sona qədər mübarizə aparmaq istəyir. Əksinə, deməli, İskəndər orada elə öz adamları ilə danışır, Dara ilə müharibə eləmək istəmirdi. Səhv fikirdir. İskəndərə Çəyan taxtına hörmət göstərmək məsləhət görülür. Bu da Feyləqus tərəfindəndir. Düzdür bu fikir. Hətta bu Dara ilə döyüşəndə oradakı ağsaqqallar da deyir ki, İskəndərə bəs Çəyan nəslinə hörmət göstər, sən yürüşə birinci başlama. Düzdür bu. Cavab 2, 3, 4-dür. 2, 3, 4. Sonra Oqtay Eloğlu əsərində Frəngiz obrazı ilə bağlı cədvəldəki uyğun fikirləri istəyir bizdən. Doğru fikirlər, doğru və yanlış hissəsində. Baxaq. Azərbaycan teatrında aktrisa olaraq çalışmaq arzusunu qardaşı ilə bölüşür. Frəngiz belə bir şey, təbii ki, belə bir şey yoxdur, yanlışdır. Aslan bəyin Oqtayı sürgün etdirmək təhdidini nəzərə almır. Əksinə nəzərə alır ki, Oqtaya yalan deyir, səhvdir. Səhnəyə çıxarsa haqqında böhtanlar yayılaraq adının ləkələnməsindən ehtiyat etdiyi an olur. Baxın, bu doğru fikirdir. Bunu götürəcək. Çünki orada Frəngizlə Nərgiz danışanda Nərgizə deyir ki, bəs sən niyə səhnəyə çıxmırsan da? Yəni bu birinci kim olacaq deyir. Səhnəyə çıxan Azərbaycan qadınından söhbət gedir. Deyir ki, cəhənnəmə olsun deyir bir-iki nəfər. Sən deyir onlardan birisi olmazsan, belə bir qəti gündə of deyir, mən gedərdim, Nərgizə deyir. Fəqət deyir, mən bilirəm ki, o canavar yenə mənim adıma min cür söz çıxaracaq. Məni ləkələməyə çalışacaqdır. Sənin kimi olsaydım, söhbət Daniyar bəyin bunu ləkələməyə çalışdığından gedir. 3 düzdür. Səhnəyə qayıtmış Oqtayın uğursuzluğa düçar olmasına çalışanların niyyətlərini əvvəlcə Xaspoladdan öyrənir. Xaspolad yox, Səməd bəy kağız yazmışdı, oradan öyrənir. Səhv fikir olduğuna görə götürürük. 3 və 4, yanlışda yanlışı götürməliyik. Səhnəyə çıxmağı qərar verərkən geri dönməyin mümkünsüz olduğunu anlayır. Bəli, bunu da öz nitqində deyir ki, mən artıq, yəni deyir, səhnəyə çıxanda deyir, mən artıq getdim deyir. Buradan deyir, geri dönüş yoxdur. Bu doğru fikirdir. Bir müddət Sevərə yardım etmişdi. Bunu da biz Sevərin nitqində görürük. Düzdür bu. Yanlış fikir olur 3, doğru fikir olur 3, yanlış fikir də olur 4. Doğru cavab olur 3, 4. Sonra epik növün eyni janrında yazılmış əsərləri müəyyən edin. Epik növdə eyni janrda. Qarıdağı İlyas Əfəndiyevin hekayələri silsiləsinə daxildir. Yəni hekayələrinə daxildir. Bu hekayədir. Hekayə. Ayrılan yollar romandır. İsmail Şıxlı roman.
Sonra Vətən Yaraları Mircəlal hekayə. Firuzə Cəfər Cabbarlının yadınızdadır belə bir yaradıcılıqda 4 hekayəsi var idi. Dilarə, Dilbər, Gülər, Firuzə. Bu hekayədir. Hekayə. Kamança da pyesdir. Yəni Cəlil Məmmədquzadənin dramatik növdə yazılan əsərdir, dram əsəridir. Onun üçün bizə lazımdır epik növ. 5-i çıxdıq. 5 olmaz. Hekayə deyirsə Firuzəni götürürük. Daha doğrusu epik növün eyni janrları deyirsə Firuzə, Vətən Yaraları və Qarı Dağı. 1, 3, 4. Cavab olur 1, 3, bir də 4. 1, 3, 4. Ayrılan yollarda romandır. 2-ni çıxdıq. Sonra Məmməd Arazın Əsgər məktubu əsərinə əsasən yanlış fikirləri müəyyən edin. O boyda PDF-də verilən əsərlər, həcmi böyük əsərlər, qala-qala açıq suala verdikləri 6 fikirli, yəni suala verdikləri mövzuya baxdı. Nəysə, baxaq. Əsgər məktubu əsərinə əsasən yanlış fikirləri müəyyən edin. Birinci hissədə nə deyir? Sərhəddə vətən torpağını qoruyan əsgər oğullardan bəhs edilir. Bu doğru fikirdir. Burada oğullardakı cəm hissəsinə, yəni çox da belə tüşlər demiş, takılmayın. Burada şeirdə birbaşa görürük ki, sərhəddə dayanan əsgərin hisslərini, onun mənəvi, nə bilim, ucalığından bəhs edilir də. Bir əsgər yazır ki, sərhədçiyəm mən. Yəni, sərhəddə dayanan bir əsgərimiz, əsgər oğullardan bəhs edilir. Bu doğrudur. Vətən torpağını qoruyan. Torpağımızın etibarlı müdafiəçilərinin zahiri portreti bütün incəlikləri və cizgiləri ilə yaradılmışdı. Yadda saxlayın, burada əsgərin zahiri portreti, yəni zahiri portret deyəndə görünüşü, boyu, göz rəngi, geyimi və s. deyil, daxili dünyası, mənəviyyatı, vətənpərvərlik hissi öndə olur. Bu səhv fikirdir. 2. Gənc əsgərin monist duyğuları, hiss və düşüncələri misralara köçürülmüşdür. Doğrudur. Əsgərin məktub vasitəsilə keçirdiyi hisslər, dilində şeir olması, vətəndaşını isitmə istəyi onun elə məhz monist duyğularıdır. Düzdür bu. Əsərdə insan mənəviyyatı, onun həyatda mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. Bu 4 yanlış fikirdir. Çünki bu şeir hansısa bir deməli fəlsəfi, sual-cavab üzərində deyil, birbaşa tərənnüm üzərində qurulubdur. Yəni şeirin əsas bədiliyini yaradan orada suallar deyil, hansısa bir suala cavab axtarmaq deyil. Aydındırmı? Ona görə deməli 1 düzüydü, 2 səhvdir, 3 düzüydü, 4 səhvdir, 2-dir, 4-dür. Sonra 2, 4. Ana torpaq vətən qeyrətli babaların yeni nəsillərə qoyub getdiyi ən dəyərli müqəddəs əmanət hesab olunur. Bu daha çox, əslində ideyaya baxanda, ideyaya baxanda götürmək olar bu fikri. Ki, yəni burada da vətənin qorunması. Amma sırf vətən deməli qeyrətli, ana torpaq, yəni vətən qeyrətli babaların yeni nəsillərə qoyub getdiyi ən dəyərli müqəddəs əmanət. Bunu biz Bəxtiyar Vahabzadənin yaradıcılığında görürük. Məsələn, xüsusən İstiqlal əsərində var belə bir şey. 5 yanlışdır. Çünki Əsgər məktubunda babalarımızın qoyub getdiyi müqəddəs bir əmanət kimi vurğulanmır. Bəxtiyarın yaradıcılığında var bu. İnsanın vətən qarşısındakı borcu övladın valideyn qarşısındakı borcu ilə müqayisə edilir. Bu da yenə Bəxtiyar Vahabzadənin tutaq vətəndaş şeirinə aid edilə bilər. Ona görə yəni Əsgər məktubu şeirinə aid edilə bilməz. 2, 4, 5, 6-dır. Doğru cavab 2, 4, 5, 6. Daha doğru olar belə götürsək. 2, 4, 5, 6. 2, 4, 5 və 6. Sonra baxaq, Hasan Paşa Bolu bəy Koroğlu eposu ilə bağlı bizdən uyğunluğu istəyir. Xodkarın təşkil etdiyi məclisdə iştirak edir. Bu Hasan Paşa idi. Hasan Paşa 1A. İstəyirdi ki, hamıdan əvvəl Koroğlunun üzərinə qoşun çəkib işi tək başına görsün. Bu da deməli Bolu bəyə aid idi. Koroğlunu ələ keçirmək istəyir. Hər ikisinə aiddir. C. Çənli belə Ərzincandan hücum edir. Ərzincanlı Bolu bəy D variantı. Koroğlunun üzərinə 3 tərəfdən qoşub çəkib onu ələ keçirməyi məsləhət görür Hasan Paşa öz məclisində. 1A, Y, 2B, D, 3 də C variantıdır. Sonra
Deməli, zəhmətlə keçən ömür əsərdən parça. Zəngəzurda kimə desəydiniz, mahalda usta dəmirçi Mahir Nalbəndi mənə göstərin, dərhal atamın adını çəkəcək barəsində ağız dolusu tərif deyəcəkdilər. Atam uca boylu, iri cüssəli idi. Ovucuları, barmaqları döyənək olmuşdu. Qonur sifəti kürənin istisindən gilənnar rəngi almışdı. Atam işə ürəklə girişər, düzəltdiyi alətləri qüsursuz olmasına can yandırar. İş insanın cövhəridir. İşləyən parlayar, işlənməyən paslanar deyərdi. Mən atamın yanında şagirdlik eləyirdim. Körük basmaq, kürəyə kömür tökmək, müştərilərin siyahısını, sifariş verilən alətləri hazır olma müddətini beynimə düzgün həkk etmək, bir sözlə, dədəmin hesab kitabını aparmaq mənim işim idi. Nal kəsmək, at nallamaq, adı gələndə dədəmin sümüyündə su oynayırdı. Bir qayda olaraq günortaya kimi dəmirçixanada tər tökə-tökə çəkic vururdu. Günortaya kimi dəmirçixanada tər tökə-tökə çəkic vururdu. Nahardan sonra körük dincə qoyulur, kürə istirahət edir, gür sapına divara söykəyib yeni güc toplayır, zindan sinəsini geniş açıb dərindən nəfəs alırdı. Biraz istirahət etdimi kişi quşa dönür, yaşının bu çağında o qədər çevik hərəkət edirdi ki, kənardan baxanlar başlarını buluyurdular. Qonşularımız söz düşəndə deyirdilər, Fərhadoğlunun barmaqları var dövlət qazanır, gündə bir il cavanlaşır. Var kişini o məqama çatdırıb ki, bir cavan belə onun qolunu qanıra bilmir. Deməli, obrazların xarakteri, xüsusiyyətləri və cəmiyyətdəki mövqeyi əsasında müqayisə cədvəlini doldurun. Həm, deməli, burada yazıblar, oxla işarə edib. Bir də Fərhadoğlu ilə bağlı verilib. Bir də Qoca Dəniz. Yəqin ki, belə bir qrafik olubdu. Belə bir qrafik. Burada Fərhadoğluya aid fikirlər, burada deməli Santiagoya aid fikirlər, burada da ortaq fikirlər olubdu. Qoca və Dənizdə. Xarakteri xüsusiyyətləri ilə bağlı cəmiyyətdəki mövqeyi əsasında müqayisə cədvəlini deyib doldurun. Belə bir mətnlərdə baxın. Nə yaza bilərik? Fərhadoğlu, baxın burada deyir ki, kimə desəydiniz, atamı göstərəcəkdi, tərif edəcəkdi, sonra qonşuların atası haqqında dediyi var. Amma Qoca Dənizdə Santiago haqqında insanlar belə düşünmür axı. Ona görə yazırsınız ki, ətrafdakılar onun haqqında, ətrafındakı insanlar onun haqqında müsbət fikirdə idilər və deməli, ətrafdakı insanlar tərəfindən qiymətləndirirdilər. Bunu deyə bilərsiniz. Ətrafdakı insanlar tərəfindən qiymətləndirirdilər. Ətrafdakı insanlar tərəfindən qiymətləndirirdilər. Bunu yazdıq. Məsələn, Qoca Dənizdə də bunun əksini yaza bilərsiniz ki, deməli, ətrafdakı insanlar tərəfindən, məsələn, uğursuz balıqçı adlandırılırdı, deyə bilərsiniz. Ətrafdakı insanlar tərəfindən uğursuz balıqçı adlandırılırdı və ya ətrafdakı insanlar tərəfindən layiqincə qiymətləndirilmirdi. Belə deyə bilərsiniz. Ortaq cəhətləri də deyə bilərsiniz. Zəhmətkeş, işini sevməsi. Sonra deyə bilərsiniz ki, zəhmətkeş idi, işini sevirdi. Orada var, məsələn, Qoca Dənizdə Santiago'nun günün altında balıq tutması ilə bağlı bilirsiniz ki, qaralmışdı, üzünü qırışlar basmışdı. Burada da Fərhadoğlu ilə bağlı demək olar bunun ki, zəhmətdən, daha doğrusu zəhməti zahiri görkəmində əks olunmuşdu. Bunu da deyə bilərsiniz. Sonra deyə bilərsiniz ki, hər ikisi məsələn güclü idi. Santiago orada iri balığı, necə deyim, bir yaşına yaraşmayan bir çevikliklə tutur, onu bağlayır. Burada da görürsən ki, fiziki gücü, necə deyim, çevikliyi var. Ona görə də hər ikisinə bunu yaza bilərsiniz. Belə. Sonra əsərlərin növ və janr xüsusiyyətləri əsasında Eyler-Venn diaqramını tamamlayın. Deməli, burada 89-cu sualda növ və janr xüsusiyyətləri əsasında Venn diaqramını tamamlayın. Əli Vəliyevin Budağın xatirələri romanındandır bu hissə. Deməli, burada hekayədən parçadır, yox, bunu yazmırıq. Janrını dəqiq bilməyən də məcbur deyil ki, bunun janrını yazasınız. Nizami Gəncəvinin İskəndərnamə, amma bilirik ki, burada İskəndərnamə verilmişdir. Poema adı nəzmlə yazılıb, bunu yaza bilərsiniz. Bu da nəsrlə yazılıb, yaza bilərsiniz. Ortağa yazırsınız ki, epik növdədir. Epik növdə yazırsınız. Bir də yazırsınız ki, təhkiyə
Məsələn, təhcə əsasında yazılıb və ya təhcədən istifadə olunub, hadisələrin təsvirində təhcədən istifadə olunub. Təhcədən yazırsınız, istifadə olunub. 4-ə yazırsınız bunu. Deməli, ortaq epik növdə və təhcədən istifadə olunması, 2 nəsrlə yazılması, 1-ə də aid eləyirsiniz ki, məsələn, romandır, hekayədir. Bunlar bilirsiniz, həm nəzmlə, həm də nəsrlə yazıla bilər. Ona görə 1-ə qeyd eləyirsiniz ki, həm deməli, nəzm, həm nəzm, həm də nəsrlə yazıla bilər. Aid olduğu janr həm nəzm, həm də nəsrlə yazıla bilər. Belə yaza bilərsiniz. Və ya romandan parçada onunla yaza bilərsiniz. Belə. Sonra zəhmətlə keçən ömür parçası əsasında cədvəli doldurun. Burada nə istəyib? Nə istəyibdir burada? Yəqin ki, bədii təsvir ifadə vasitələrini istəyibdir. Olarmı elə? Çünki burada metonimiya filan yazıblar. Bədii təsvir ifadə vasitələrini istəyirsə, nə yaza bilərik? Məsələn, burada bənzətmə var. Deyir ki, qonur sifəti gilanar rəngi almışdı. Bənzətmə var. Daha sonra, məsələn, təşbiyə yaza bilərsiniz. Sonra burada kürənin istirahət etməsi var. Metafor nümunəsidir. Sonra zindanın nə bilim nəfəs alması var. Gürzün güc toplaması var. Kişinin quşa dönməsi təşbihdir. Daha sonra nə var? Barmaqların var dövlət qazanması. Məsələn, bu da metafor nümunəsidir. Sonda da şişirtmədən istifadə edilib. Bir cavan belə onun qolunu qandıra bilmir. Belə. Bu da oldu, deməli, ədəbiyyat suallarının izahı. Bu tip suallar istəyib. Ümumiyyətlə, imtahana qədər, blok imtahanına qədər artıq yorulduq. Blok imtahanına qədər bütün proqramı təkrar eləmək istəyirsinizsə, bizim dərslərimizdən istifadə edə bilərsiniz. Qoşulmaq üçün 055 597 01 51 nömrəsinə yaza bilərsiniz. Sağ olun.